səhər elə bir hadisə yaşadım ki, hələ də yadıma düşəndə təəccüblənirəm. Axşam bir xanım mənə yazmışdı. Məhsullar haqqında uzun-uzadı məlumat aldı. Şam, tampon, zəydaşı, müşk və s. Hamısını hesabladı, ümumilikdə qiyməti 200 manat edirdi. Dedi ki, kart nömrəsini göndərin, ödəniş edim və sabah poçta məhsul göndərərsiniz. Elə də oldu. Pul köçürüldü, ünvan yazıldı, hər şey hazır idi. Mən də rahat yatdım ki, səhər durub sifarişi poçtaya təhvil verəcəm. Səhər telefonum dayanmadan zəng çalmasına oyandım. WhatsApp-a girdim. Gördüm ki, həmin müştəri yazıb. Xahiş edirəm, pulu mənə geri qaytarın. Anamdan xəbərsiz, onun kartından ödəniş etmişəm. Düzünü deyim, heç də soruşmadım. Kart nömrəsini göndərmişdi. Mən də dərhal 200 manatını geri qaytardım. Elə bu vaxt gördüm ki, səhərdən zəng edən nömrə də həmin məsələ ilə bağlı imiş. Geri zəng etdim. Telefonu bir xanım açdı. Dedi, dünən gecə kartından 200 manat çıxılıb. Araşdırmışıq. Pul sizin hesabınıza gəlib. Və mən də belə dedim. Xanım, narahat olmayın. Biraz əvvəl mənə yazıldı ki, ödənişi ailədən xəbərsiz edirlər. Mən də həmən pulu artıq geri qaytarmışam. Sonra xanım mənə belə bir sual verdi ki, doğrusu məni də çaşdırdı. Dedi, bir xahişim var. Mənim qızım sizdən nə sifariş etmişdi? Dedim ki, şam, tampon, zəy, müşk və s. belə bir məhsulda sifariş verib. Bir neçə saniyə dayandı və sonra dedi, amma mənim qızım hər ailə qurmayıb, o hətta nişanlıdır. Mən isə dedim, xanım, mən sifariş verilən məhsulu satıram. Kimdən məqsədlə alır, onu bilmirəm. Daha sonra isə mənə dedi ki, gecə siz telefonu açmadığınız üçün hətta polisə də müraciət etmişdim. Sonra mən ödənişin geri qaytarıldığı çeki göndərdim və məsələ bağlandı. Bu hadisədən sonra bir şeyi bir daha anladım. Heç vaxt, heç bir səbəbə görə ailə üzvünün kartından icazəsiz istifadə etməyin. Bu həm sizi, həm ailənizi, həm də qarşı tərəfi çox çətin vəziyyətə qoya bilər. Xoşbəxtlikdən bu sifariş elə borcda verilməmişdi və məsələ problemsiz həll olundu. Belə hadisələr bəzən elə filmlərdə olur sanırıq, amma inanın real həyatda da yaşanır.